QHT-lərin 6-cı mübadilə proqramı artıq 2 gündür davam etdi və bitdi. Biz çox faydalı məlumatlar aldıq. Əlbəttə ki, bu bizim üçün çox önəmli bir məqamdır. Əsasən də bu təlimin Şuşada keçirilməsi, Azərbaycanın milli dəyərli irsi olan Şuşa şəhərində keçirilməsi. Burada həm çox gözəl biliklər aldıq, yeni layihələrimizi necə davam etdirəcəyimizi, layihələrimizi necə hazırlayacağımızı öyrəndik. Bu təlimlər isə bizə Şuşa şəhərimizi yenidən kəşf etməmiz, öyrənməmiz üçün böyük bir əhəmiyyət kəsb etdi. Biz burada həm Şuşamızı yenidən kəşf etdik, həm də yeni bacarıqlar əldə etdik. Bundan əlavə isə yeni əlaqələrin qurulması, qeyri-hökumət təşkilatlarının bir-birləri ilə yeni işbirliklərinin yaradılması üçün çox gözəl fürsət oldu.